Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Marketlərdə satıcılara, avtobuslara, sürücülərə və s. ödəniş zamanı 5 qəpik verdikdə qəbul etməyənlər və ya üzlərini turşulanlar olur. Hətta artıq 5 qəpikdən istifadə edənlər demək olar ki, yoxdur. Qarşı tərəf qəbul etmir deyə insanlar 5 qəpik verməyə belə utanırlar. Bəs bu hal nə dərəcədə doğrudur? 5 qəpik Azərbaycan Respublikasının pul vahidi deyil ki, xəbər verir ki, mövzuyla bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyüp Hüseynovun fikirlərini öyrənmişik. O bildirib ki, hər hansı bir pul vahidinin qəbul edilməməsi istehlakçı hüququnun pozulması deməkdir. Azərbaycanın istənilən nominalında pulu hər yerdə qəbul edilməlidir. İstehlakçıdan o pulu almamağa heç kəsin haqqı yoxdur. Təəssüflər olsun ki, qanunvericilikdə bu məsələ ilə bağlı boşluqlar var, ancaq bu istehlakçı hüquqlarının pozulmasıdır. Bəs belə hallarda istehlakçılar nə etməlidirlər? Bu hallarda istehlakçılar Azərbaycan Respublikasının prezidenti yanında Antihisar və Bazara Nəzarət Dövlət Qurumuna şikayət etməlidirlər deyə Eyüp Hüseynov bildirib. Qeyd edək ki, 5 qəpikləri sadəcə insanlar yox, aparatlar da qəbul etmir. Məsələn, Bakıkart aparatına 5 qəpik daxil etdikdə aparat bunu qəbul etmir.